Görün nə qədər qudurublar ki, baxın ha. TikTokda qızları fahişəliyə cəlb edir. TikToker Mahirə qızları fahişəliyə cəlb edir. Və bu ittihamla Abşeron rayon məhkəməsində 2 il azadlıqdan məhrum edilib. Amma az yaşlı övladı olduğuna görə cəzanın icrası övladı 14 yaşına çatana qədər təxirə salınır. O vaxtda kim ölər, kim qalar? Necə olar bunun aqibəti? Bu o vaxta qədər öz işini davam etdirəcəkmi, nə olacaq? Özünüzü qoruyun. Qızlar, özünüzü qoruyun. Cəhcəlanı görüb, pulu görüb, var dövləti görüb, çalışıb yolunuzu azmayın. Bizim qızların mənfi xüsusiyyəti pulu çox sevirlər. Pulu hamı çox sevir, amma qədərində. Həddimizi aşmayaq ki, bu şeylər başımıza gəlməsin. Valla sonunda cəzasını, əziyyətini, nə bilim, hamısını siz çəkəcəksiniz. Axır yolunuz yoxdur. Diqqətli olun. Ətrafınıza fikir verin.